Mən saxtakar insanam. Mən sosial media üçün yaşayıram. Bunlar hara tələsir bunu? Bu elədiyim ən kasıb səyahət. 3 gün üçün 136 dollar ödəmişəm. Biz bu arada oteldə qalmırıq. Açıqlamanın vaxtı gəldi. Dostlar, bizim qalacaq yerimiz yoxdur. Mahir deyək buradakı bu qayadan tullanmağa. 3. Dostlar, siz bir mənzərəyə baxın. Həqiqətən göz qamaşdırır, yəni möhtəşəm. Çox qəşəng görünür. Amerikanın bir çox ştatına, demək olar bütün ştatlarına gedəndə sizdən heç nə tələb olunmur. Sadəcə, məsələn, Havayaya gedəndə sizdən tələb olunan bir dənə sənəd var, onu doldurmalısınız. Keçən dəfə Havayaya gedəndə onu kağız olaraq samolyotda doldurmuşduq. İndi QR kodu var, çatmadan 5 gün əvvələ qədər doldurmaq olur. Deyir, uçuş yoxdur. Nətər uçuş yoxdur, qardaş? Və hər adamın doldurmağına ehtiyac yoxdur. Yəni, məsələn, 5 nəfər gedirsə, 1 nəfər hər qrupdan doldursa bəsdir. Ay, düşdü. Hamı minib, bir dənə gözləyirəmişiz Cem Yılmaz'ın bir dənə təzə nəsə bir şey çıxıb. 6 saatlıq uçuşdu da. Yolda baxın, 1 milyon dənə şey yükləmişik, amma böyük ihtimal heç birinə də baxılmayacaq. Bizi gözləyirlər orada. bitir, az qaldı. Aha, bitdi. Gedə bilərik. Bütün samolyot orada gözləyir ki, nədir bunların zadı bitsin. Morning. Hop. Samolyotumuz çox geniş bir təyyarədir. 2-4-2-dir oturma şəkli. Bu arada məncə bu televizorlardan ən yaxşısı Turkish Airlines-dadır. Bunu da qeyd edeyim ki, Turkish Airlines-dan başqa hava yollarında uçmamışam yəni. Dostlar, Havayada görüşərik. Birbaşa okeanda yəni. Hal-hazırda qurudan çıxdıq, yəni bir də yol üstü başqa bir quru yer yoxdur. Havay adaları bir neçə adadan ibarətdir. Yəni, bir çox adasına gedib dincələ bilirsiniz, səyahət edə bilirsiniz. Oahu adasına getmişdik. Oahu'nun da əsas şəhəri Honolulu'dur. Amma şəhər orada bir şey deyildi. Ada olsa balacadır deyə bütün şəhərlərdə görsən orada. İndi Maui adasına gedirik və orada gözəl görüləsi bir gün doğumunu izləmək üçün dağın başı var. Ora gün batımına da getmək olur, amma gün batımı üçün heç bir rezervasiyaya ehtiyac yoxdur. Gün doğumu üçün rezervasiya lazımdır və cəmi 50 maşın icazı var. Yəni bir maşın içində 5 nəfər də ola bilər, 10 nəfər də, nə bilim, 20 nəfər də, ancaq maşın olaraq rezervasiya eləməlisiniz. O da dünən eləyə bilmədim. O dəqiqə bitdi biletlər. Bu gün indi samolyotda bəxtimdən Wi-Fi var deyə burada alınır bileti və yəni bunlar həqiqətən də heç bir pul güdmür. Həqiqətən də turistik məqsədlə zibili çıxmasın deyə minimum dərəcədə bilet satırlar və yəni bileti də 1 dollara satırlar. Sadəcə o rezervasiya məqsədlidir. Yəni inanıram ki, o 1 dollar da orada onun heç nə qazanmırlar. Onsa onun kredit kart ödənişi falan elə onlara çıxır yəni. Eniş eləməyimizə təxmini 1 saat qalıb. 396 mile. Oranın saatı ilə saat 12:20-də filan çatacaq. Kirayə maşın götürəcəyik və harda qalacağım sizə sürpriz olsun. Çox vaxt deyirsiniz, bu qədər pulu hardan tapsan? Birincisi, mən o qədər gəzmirəm. Siz sadəcə gəzəndə video atıram deyə onu görürsünüz. Bu elədiyim ən kasıb səyahətdir. 2 biletə 465 dollar 22 sent ödəmişəm. Yəni ki, adam başı bir bilet 232 dollardır. Və bu digər adasıdır. Yəni bu adalara gedən az olur deyə ola bilər ki, bilet biraz baha olsun. Ancaq əsas adaya bəlkə 200-ə belə tapmaq olar. Məncə qiymət həqiqətən idealdır. Çünki Amerikadan başqa ştatlara gedəndə də olsa bu qiymətlərdə mən New York'a getmək istəsəm və ya Miami'yə getmək istəsəm demək olar eynidir, hətta baha da ola bilər. Maşını da sizə göstərim. 3 gün üçün 136 dollar ödəmişəm, yəni ki 200 manata yaxın. Düzdür, bəlkə də hələ də bu bəziləriniz üçün bahalı ola bilər, çox səyahət etməyən və ya çox bu qiymətlərdən başa çıxmayan falan ola bilər. Normalda ancaq bunu deyim ki, çox məncə uyğun qiymətdir. Və rəsmi olaraq Havay adalarına giriş elədik. Daha doğrusu Havay adalarından Maui'yə xoş gəldiniz. Samolyotdan düşən kimi belə bir hava düzdür, çox isti deyil, 20 dərəcədir. Amma düşən kimi o istiliyi hiss elədim, belə hava vurdu mənə. Vay, nə qəşəng görünür. Bizim maşın saat 2-də götürməliyik, indi saat 1-ə işləyib. 2-də götürməyimin səbəbi bizim qayıdış 4 neçədədir. Ona görə dedim qaydanda gec verək də. Tramvaydı, nədir o, ona minirik. 2 stop sonra artıq kirayə maşın götürmək yerinə gəlib çatırsınız. Bizdə National'dır.
Bu arada burada maşınlara sığorta almaq lazım olur. Yəni günə 15-20 dollar, bəzən 30-40 dollar. Ancaq bəzi kredi kartlarınız varsa, avtomatik kredi kartla ödəyəndə orada coverage olur. Yəni ki, atıram bir qəza olsa, bir şey olsa heç nə ödəmirsiniz. Yəni kredi kartı sizi qarşılayır. Şimdi bunlardan biri olacaq yaxınımızda. Enterprise-a gəldik. Buradan istədiyimiz maşını seçə bilirik. Hər şeyə əlavə pul istəyirlər. Sürücü mən deyiləm, ancaq sürücü olmaq istəsəm 25 yaşdan aşağıyam deyə gündə 25 dollar əlavə ödəməliyəm. Ehtiyac yoxdur. Mən yenə də sürəcəm. Buradan istədiyimiz maşını seçə bilirik, amma hamısı da eyni maşındır yəni. Fərqli maşın yoxdur, hamısı Mitsubishi-dir. Okay, qara götürək. Yaxşıdır, sənə seçim haqqı verirlər. Hansını istəsən sür. İçində də ekran da var. Dostlar, hal-hazırda kameraman maşını sürür. Və gözəl havası altında. Göydən düşəndə bu ada çox qəribə görünürdü. Vulkanlardan əmələ gəlmiş adadır. Normaldır belə qəribə görünməsi. Çünki bir hissəsi təmiz belə dağdır, bir hissəsi də belə bildiyin düppələm düzdür. Yəni arada bir təpəcik belə yoxdur da. Günün yarısından başlamışıq deyə bilərik. Saat 12:51-dir və adanın bir ucuna gedirik. Bütün adanı gəzəcəyik burada. Planımız odur. Hava gözlədiyimdən daha istidir yəni. Burada deyəsən məmişlik filan da var deyə. Külək var, amma küləyi hiss eləmirsən yəni. Bu arada orada bir yerdə mən toyuq gördüm. Burada adada hər yerdə toyuq görə bilərsiniz və bu çox normal haldır. Walmart-a gəldik ki, kiçik bir alış-veriş eləyək. Görək burada fərqli nə satırlar. Məhrəba lazımdır bizə. Bir də günəş kremi. Günəş kremini bayağı elə burada qoyublar. Hal-hazırda bir 40 dəqiqə yolumuz var deyə dedik bir McDonald's-da yeyək. Çünki dediyimiz kimi bu büdcə səyahət olduğu üçün hər şeyin ən ucuzunu eləyirik. Sahil, bugün sahil günü olacaq. Biraz belə dincələcək, yorğunluq. Dondurmamızı aldıq. O, yağış yağır. İndicə baxdım, yağış saat göstərmirdi. Girəcəm, istəyir Allah haqqı, bu dəqiqə qar yağsın, mən o suya girəcəm. O qədər pul vermişəm. Bir yağış yağır, bir yağış yağır. Yəni, biz düşən kimi də yəni. Oy, da nə pis yağır. Gördüyünüz kimi bəzi yerlər yəni tamamilə boşluqdur da, yəni sakit okeanın ortasında heçlik. Bəzən belə düşünəndə bəzi şeyləri adama bir anlıq çox qəribə gəlir ki, hal-hazırda buradan savayı sənə yaxın ən quru parçası, nə bilim, bir Amerikada, bir də ki, Avstraliya sadəcə. Bəzi şəhərlərdə oranın mərkəzi olur. Buranın əslində indi gördüyüm qədərilə çox bir mərkəzi yoxdur. Yəni şəhərin müxtəlif nöqtələrində istirahət etmək mümkündür, amma bu hissə otellərin deyəsən olduğu hissədir. Yəni bu ərazidə biraz otellər var. İndi deyə bilərsiniz ki, Mahir otelinizə girirsiniz. Bizim harada qalacağımızı axşam öyrənəcəksiniz. Axşam yatanda sizə göstərəcəm harada qalır. Maşını park elədik, pulsuz. Çox yerdə parking var, amma azdır həqiqətən parking, 3-5 dənə. Amma burada tapdım. Hətta bəzi yerlər, yəni 2-3 dənə boş yer var idi bəxtimizdən. Sahilə gedirik. Vay da zordur. Hal-hazırda otelin havuzuna zarafatsız gəlib burada suya girsək kim biləcək? Ha? I mean, amma gəlib də hamının da qoluna şey eləmirlər. Eləyə də bilərlər. Gəlib otelin arasından keçdik və biz bu arada oteldə qalmırıq. Açıqlamanın vaxtı gəlib. Dostlar, bizim qalacaq yerimiz yoxdur. Pul heç mi yoxdur? Yox, pul var, şükür Allaha. Acından ölmürük, amma hosteldə, təbii ki, otellər burada çox bahadır. Biz hosteldə qalmaq istirdik. Amma hosteldə də belə bir şey var. Biz istədiyimiz tarixlərdə qalmaq olmurdu. Yəni hosteldə normalda 8 dənə yataq var və mixed dorm var da, yəni ki, hər iki cinsdən qadın da qala bilər, kişi də qala bilər, amma sırf qadınlar üçün olan da var. Yəni sırf qarışıq olan bizim burada qaldığımız müddət boyunca yox idi. Yəni random bir gün elə birində qalasıydıq, o bir gün birində də. Yəni mən çöldə qalasıydım. Nəysə. Amma özəl otaqları var. Məsələn 150 dollara private roomlar. Pis deyil. Amma gəlir 3 günə 500 dollar eləyir. Amma 500 dollara əgər maşında qala biləcəmsə, əsas dincəlməkdir yəni. 500 dollara gedərəm
daha gözəl bir şey eləyərəm. Çünki biz necə bura ancaq gəzməyə gəlirik. Məsələn, hosteldə qalmayacaq. Hostelə böyük ehtimal biz axşam 1-də 2-də gələcəyik. 1-də 2 olmasın, 10-da 11-də gələcəyik və çıxacaq hosteldən səhər 7-də 8-də. Həqiqətən yatmağa. Ondan sonra maşında yataram şu. Yəni həqiqətən bura varlılar üçündür. Yəni baxın. Otelin ərazisi balaca. Yəni buranın xoruz. Burada da otel eləyə bilərlər, amma bu varlılar üçün golf meydanı eləyiblər. Çünki yəni bura gələn varlılar Florida varlıları. Bu arada surf də eləyəcəm, sadəcə surf. Harda eləyim, necə eləyim, heç bir fikrim yoxdur. İndi getmək istədiyim yer, orada bir dənə daşlıq yer var. Ora qalxıb oradan tullana bilirsiniz suya. Ora getmək istəyirəm. Sahilə gəldik və orada qara yer görürsünüz. Mən o qara tərəfə getmək istəyirəm, çünki oradan belə yuxarıdan tullanmaq olur. Sudakı çox gözəl görünür həqiqətən. Bu arada bunu da qeyd edirəm ki, ümumiyyətlə Amerikada demək olar ki, heç bir sahil şəxsi, özəl deyil, yəni özəlləşdirə bilməz. Yox, sən məsələn, otelini burada tikə bilərsən, sənin otelinin müştəriləri burada tam qabağına gələ bilər, ancaq sən başqalarının qarşısını ala bilmərsən bura gəlməsi üçün. Hətta bəzən 1-2 dəfə elə bir şey olur, belə hasar kimi bir şey qoymağa çalışırlar, o dəqiqə qaldırırlar şikayətini. Mahir gəlib buradakı bu qayadan tullanmağa. İndi bilmirəm hardadır, çünki burayla getdi belə üzüb arxasına keçməlidir. Ora çıxanda çəkəcəm. Dostlar, mən üzə bilmirəm. Ona görə nəinki tullanmaq. Heç ora qədər gedə bilmirəm. Mahir tək gedir. Mahirin sırasıdır. Ümid edirəm kamera da görünür. Yəni mən həqiqətən kameranın nə çəkdiyini görmürəm. Çox hündürdür. Buradan belə balaca görünür əslində, amma məncə bir 3 metr falan da ora. 3. Yapışdı suya. Dostlar, deyəndə Mahir başı vurub səhv tərəfdən çıxdı. Bu tərəfdən niyə çıxdın? Başımı vurdun. Nə oldu? Öldüm. Siydi. Göründüyündən Çox hündürdən. çox hündür. Mən dedim. Orada durursan, Heyecan da gəlir, hə? heyecan bildiğin boşluğa tullansan. Bir var bax, buradan məsələn tullansa nə, heç bir saniyə düşərmir. Özdə qalxanda olaylar oldu. Mən dəhşət yoruldum. İndi biraz gəzəcək buraları, görək nə var, nə yox. Bu arada bunlar qiymətlərdir. Saatlıq, snorkeling set saatlıq $17, boogie board 17, VIP Ali deck $391. Allah, mən heç bura gəlməyə o qədər pul xərcləməmişəm. Qaldı bir də gəl burada nəsə götürməyə o qədər pul verim. Atıram $3000-4000 gəlsənsə balaya üçün, ki cəmaət bura balayına filan gəlir. Yəni o pulu artıq gözdən çıxardırsan. Ona görə xərcləmək olar, yəni yenə də istəyir. Sonra mən də buradan story çəkəcəm belə qəşəng. Sonra nə bilim buranı oteli tağ eləyib paylaşacağam. Sonraya baxanlar deyəcək ki, bəxtəvərə bax oteldə dincəlir. Amma bu videoya baxan əsl izləyicilər biləcək ki, mən bunu saxta eləyirəm. Mən saxtakar insanam. Mən sosial media üçün yaşayıram. İndi buranın kiçik molu var, məsələn Louis Vuitton var burada və bəzi mağazalar var. Bunu taxacam başıma və sizə ətrafı göstərəcəm. İndi buranın mağazasına girik. ABC Store. Sadəcə Hawaii'də var. Yəni turistik hər şey var. Həm suvenirlər var, həm belə gördüyünüz kimi çox qəşəng sendviçlər var. Bu arada bundan yemişəm. Heç dadlı deyildi. Qiymət də yoxdur. O, qiymət $7.69 nədir? $15 başına da saldıq, çıxdıq. Belə bir şeydir. Qəşəng görünür. Bir də bunu keçən dəfə də almışdıq. Hawaiian soda. Bunda dadına indi baxacağam. Bir dənə yenə artistik bir story çəkim sonra. Amma doyuzdurucu bir şeydir. Sushi normalda doyuzdurucu olmur. Bir dənə yersən, 2 dənə, 3 dənə, 5-6 dənə yersən ki doyasan. Bu amma ilkindən belə doyuzdurur adamı. Bunda dadına baxaq. Evet, qazlıymış. Nəysə, buradan sonra nə edəcəyimizi bilmirəm hələ ki. Elə bu arada maşında qalacaq. Yəni o mövzuda ciddiyəm. Maşında qalmanın səbəblərini sizə deyim. Ada olduğu üçün nə qədər də balaca olsa, amma yollar böyük deyil də. Yəni yenə də sadə kiçik yollardır. Və adanın bir yerindən bir yerinə getmək 1 saat, 2 saat ola bilər. Biz əslində kamp da eləyəsidik. Yəni onu da fikirləşmişdik ki, kamping yerlərində kamp eləyək. Tam bilə bilmirsən həmin gün vaxtın nə qədər gedəcək. Atıram məsələn biz axşama qədər gəzib, sonra hostelə 2 saat yol getməkdənsə
Ondan sonra olduğumuz yerdə yatmaq küçənin qırağına seçib, yolun qırağına seçib daha məntiqli gəldi. Yox, əgər məntiqsiz olsa, hostel, otel falan hər yer hər gün açıqdır. Yəni get qal. Problem də yoxdur. Amma hələ ki bunu şeylədik. Şeydə qalmağı bacarsaq, başında elə bilin ki cibimizdə əlavə, nə bilim 500-600 dollar pul var. Hələ hosteldə qalmış olsaydı. Otel 1000 plus. Cheers. Tutarmır, yeyi tutarmır. Üzürlü sanitayısında qabağınızda. Üzü yedim də qutardım. Nə üzürü adama dəyərlər. Həm qarşımızda taco satırlar. Məsələn 20 dollardır təxmini bir boşqab yemək ortalama. Amma quesadilla var. Məsələn 12 dollardır. Taquitos 14-dür. Breakfast burrito, yəni səhər yeməyi lavaş arası 14 dollardır. Yəni mən deyərdim ki 20 dollar. Kameraman Sephora'dan ad günü üçün hədiyyə alıb. Sephora ad günündə pulsuz hədiyyə verin. Aç görək. Başqa unboxing edəcək yeri yoxdur deyə. Stickers. Aha. Vay, o nədir? Baxın. Gedək görək. Əynimizi dəyişək. Sonra görək nə olur. Günəş batır. Və hər kəs burada. Günəşin batışını izləyir. Və dağın arxasından batır. Digər adadan batır əslində. Bunlar da haralardır? Və elə yolun kənarından gəzə-gəzə gedirik maşına. Hər iki adada gözdən görülə biləcək dərəcədə yaxındır. Biri buradadır, digəri isə burada. Qəşəngdir, qəşəng görünür. Dostlar gəldik, əynimizi dəyişdik, geyindim paltarımı, çinmədik. Çinmə işini necə eləyəcəm desəz, mənim fitness abunəliyim var və Planet Fitness'i. Ay bu quşların səsinə bax. Tez gedim başıma kakaş eləməsin. Mənim fitness abunəliyim var. 7/24-də işləyir ora və Amerikan istənilən yerindəki həmin o Planet Fitness filialına gedə bilirəm. Orada 2 abunəlik var. Ya sadəcə bir dənə seçirsən, olduğun sənə yaxın olan yerə gedirsən, ya da biraz elə 2 qat artıq pul ödəyirsən, amma ürəyin hardakına istəsə gedə bilirsən. İndi orada 24 saat işləyir. Yəni lazım olsa gəlib orada qəşəng hər şey var da, yəni orada çim elə, kef elə. İndi gəzəcək, bilmirəm yəni buralarda nə var. Otellərdə falan fırlanacaq. Qaraçı kimi də elə ora bura görək nə tapsaq da yəni. Burada çünki bütün elənəcək şeylər əslində səhərdir, yəni axşam 6-dan sonra eləməyə bir şey qalmır. Hal-hazırda maşın çoxalıb, amma gecə bura bomboş idi. Düz sahilin qırağı və burada başqa maşın da park eləyib. Bizim maşın da buradadır və burada da yatdıq, çox qəşəng həqiqətən. İndi əslində hava səhər 6-da, amma hələ burada günəş 7-də çıxır. Birazdan çıxacaq o tərəfdən elə bir görünür məsələn. Tez çıxsaydı əslində suya girmək olar yəni. Həqiqətən də su gözəldir. Oyanmışam, çox qəşəng gün batırır, gün doğuşu daha doğrusu. Əslində mən dünən axşam bu yoldan sürürdüm və tərəfə gedirdim. Planet Fitness-ə sizə dünən demişdim. Ancaq gedəndə gördüm ki, yolun kənarında nə qədər maşın park eləyib və axşamdır da, yəni orada artıq üzmək olmur. Ya böyük ehtimal artıq evlərinə qaydasıydılar, ya da ki yolun qırağında qalasıydılar. Və burada məsələn maşın görürsünüz. O da məsələn axşam burada qaldı. Əslində bunu biraz da belə göstərməyimin məqsədi odur ki, səyahət eləməyin növü var. Təbii ki, 40-45 yaşında buna baxan biri varsa, mənim kimi səyahət eləmək istəyirsə, ona aid bir məsləhət deyil də. Mən bura bileti 233 dollar almışam. Amerika şəraitində 233 dollar heç nədir. Burada başqa da çıxan xərclərimi qeyd edəcəm. Yəni bir dənə maşına pul çıxıb 133 dollar, onu da 2 yerə böləndə 60 dollar eləyir. Yəni 300 dollar hələ ki. Bir də indi yemək falan o hər yerdə eynidir yəni. Amma yenə də onu da ucuz yerdən alır. Hələ ki restoranda yeməmişik, amma restoranda falan yeyəcək, əgər buranın qəşəng restoran varsa. İstəyən üçün səyahət eləmək şansı hər zaman var yəni. Bugün 2 dənə hike var. Hike, dağa dırmaşmaq. Yəqin ki onları eləyərik. Baxarıq da, adadır da, yəni maksimum nə etmək olar? Sudur, dağdır. O vaxt Temudan belə bir şey zakaz vermişəm. Kağız kimi sabundur.
tez-tez eləmək lazımdır ki, əlinizə yapışmasın. Dişlərimizi yuyaq. Belə Kumu Farms market var. Belə fikirləşək. Gecəni heç maşında qaldıq deyə cibimizdə əlavə 130 dollar var kimi düşünsək. Yəni burada ziyanı düşmək üçün hələ 130 dollardan çox pul xərcləməliyik. Girək nə sala. Amma əslində baxmaq üçün gəlirik. Çünki yol üstündə əlavə 10 dəqiqə əlavə eləyən başqa bir market də var. Burada nəsə tapmasaq ora gedərik. Kofe sevən biri deyiləm, amma Maui'dən kofe alacağam. Nə maraqlıdır, 3 dollara belə kitab 20 dollara. Biz hal-hazırda bu adadayıq və bu adada olmuşuq. Bu da Hawaii adasıdır. Həm Hawaii, həm də Big Island olaraq keçir, böyük ada. İnşallah qismət olsa bu adaya da getmək istəyirəm. Kauai adasına da. Nədir bu? Passion fruit mango jelly. Hə, mürəbbə. Bu banan alar. Banan qəşəng gedib. Şimdi almışdı, sən yox idin. Bu ikisini götürək elə. Bu bananadır. Apple bananadır, hə. Şirindir amma. Həqiqət. Onda Allah yoxlayaq. Amma pineapple iyisi buradan belə gəlir. Bad as shit, special shit, chicken shit. Biznes açmışımdır. Good shit. Var no shit. No shit. Special shit. All shit. Bad as shit. Thank you. Thank you so much. Nəysə dadına baxaq görək nə tərdir meyvələri. Banan kimi. Biraz turşməzə dadı var. Turşməzə və daha bərkdir. Baxın görün necə qəşəngdir. Mandalinimizin də dadına baxaq. Oley. Oley. Səyirdəklidir. Burada biraz gəzdik. İndi isə başqa yemək yerinə gəlib oradan yemək alıb haykımıza davam eləyəcəyik. Kameranı yenə yerləşdirirəm sizlərə möhtəşəm görüntülər göstərmək üçün. Bu arada drone da gətirmişəm, ancaq drone-dan hələ ki nəsə çəkməmişəm. Drone əziyyətdir. O dronun qəşəyi lazımdır. Bu məndəki ilk başda çıxanlardandır. Yəni ən köhnə sayılır. Foodland mağazasına gəldik. Görək nələr var. Çörək də var. Bizimki buradadır. Ye getsin. Bunun bahallığına baxın. 50 dollar, 60 dollar, 40 dollar. Bu yəni ucuzdur, amma yəni bu niyə bu qədər bahadır bilmirəm. Düzdür, ağırdır, həqiqətən çoxdur. Yəni bu 3-4 nəfərə bəs eləyər. Bir dənə kofe aldıq, bir dənə də, daha doğrusu bir dənə yox, bir neçə dənə də yemək. Bunu Hike-da yeyəcəyik. 9 dollar, 4, 8.49 və bu da 4 dollar. Burada hər yerdə toyuq və ya xoruz görə bilərsiniz. Yəni cüzələr də gəzir. Gəlib onu kəsib yeyə bilərsiniz. Nəysə, indi babat yedim, içdim, doydum. Gedək hike eləməyə. Birinci hike'ımız asaddır, ikinciyə dəqiq bilmirəm. Birinci hike böyük ehtimal bu dağ tərəflərdir, elə bu dağın arxa tərəfi. 2 kilometr falan deyil, toplam gediş-dönüş. Amma digər hike'ımız bir 7-8 kilometrdir. Hələ qararsam, görək ora gedib çıxa biləcəyik. 2 dollar, 3 dollar da əlavə xərclədim. Bu sodadan aldım, dünən almışdım. Mango, yox, guava, passion fruit olanı. İndi də Lilikoi orange olanı aldım, amma bunun da içində passion fruit var. Dostlar, siz bir bu mənzərəyə baxın. Həqiqətən göz qamaşdırır, yəni möhtəşəm. Çox qəşəng görünür. Toyuqlara baxın hələ. Bunlar yumurta qoyur görən. Tam 1-2 dəqiqə məsafədəyik. O gedəcəyimiz yerə. Sadəcə ora qalxmadan dedik, tam bura yol üstüdür və oradakı vaxtımız saat 12:40-dadır. Ona görə dedik bir 15-20 dəqiqə burada baxaq görək nə var. Çin temple'ıdır nəsə, Çinlilərin məbədi. Baxacaq görək nələr var. Tez sonra da gedəcəyik. Necə görünür bilmirəm. Bu arada maraqlı bir şey gördüm burada. Deməli bu Koreyalıların bura gəlməsinin 100 illiyi münasibəti ilə, yəni 2003-cü ildə qoyulub. Koreyalılar ilk dəfə Hawaii'yə, bu adasına yox, digər adaya, Honolulu'ya 1903-cü il yanvarın 13-ü gəlib. Yəni bu gün də yanvarın 13-üdür. Yəni ki tam 123 il keçib. Ona görə buradakıların çoxu belə həm biraz Asiyalıdır. O suya baxın. Böyük ehtimal buz-buzdur da, yəni o buz. İndi gedək artıq əsas yerə.
Əgər gəlsəz, aşağıda park eləməyə yerlər var yəni. $10 parking üçün verməyə ehtiyac yoxdur. Adam başı da $5-dır yəni. Gün doğumunu izləmək üçün $1 ödəmişik. Ancaq 2 dənə yerə elə 40 neçəsə dollar pul ödədik. Amma ev yox. Dostlar, qax kürmük. Deyir ki, qaxdır bura. Qax yox, qax kürmük. Kürmük haradır? Çayın adı. Qaxda. Ha belə cool adınız yox idi. Nə qəşəngdir bura. Axıntı və şəlalələrin nəticəsində o hissə həll olub. Buradan bu arada çıxıb gedənlər var idi. İdmançılar. Mən elə də risk atmadım. Əslində TikTokdan baxmağa çalışdım ki, görüm hara gedir bura, amma tapa bilmədim. Yəni dedim özümü risk atmayım. Hələ başqa yerə gedəcək. Dostlar, bir yoxlayaq manqonu. Belə dişləyib. Salam dostlar, deməli bu mağazadan mango aldıq. Amma mən bu mango alanda bildim ki, gözəl olmayacaq. Çünki yaşıldır, dəyməyib və yumuşaq da deyil. Amma mahirdir ki, yaxşıdır falan. İndi yoxladı, dedi ki, ağzını büzüşdürdü, şeylədi ki, gözəldir. Amma nə istədiyinə baxın. Yalandan da eləmiş ola bilər. Nə tuşdu? Hə. Bir dənə də belə meyvəmiz var. Bilmirəm nədir. Tenis topuna oxşur biraz. Bundan da inanmıram yaxşı olsun. Ümumiyyətlə belə meyvələr yaxşı olsaydı, onsuz da Azərbaycanda da yayılmış olardı. Nə? Büzüşdü qaldım nədir? What the hell? Ay. İçini yeməsən? Deyəsən. Bu tərəfdən görsəz həqiqətən kamera açını Mahir dişinlə içinə giriyor belə Hə. traktor şey qazıyan kimi. Buna baxın. İşə belədir. Mən də istəyirəm. Al. Pis deyil. Qəşəng görünür ha. Ayda, yerə tökdü nə? Qaraçıdır Allah'ın olsun. Nə baxın. Çöllüyü yoxdur da. Uşaqlar məktəbdən gəlir, havayı, tələbələri. O dəqiqə salınır ki, havayıdandır. Amma məktəb formaları zətdə yoxdur. Amerikan tələbələri kimi deyil, Azərbaycanda kimi elə bil. Uşaqlar yığışıb evə gəlirlər. Amma məktəb avtobusu görmüşdüm burada. Bunlar böyük ehtimal bura biraz kasıb ərazidir. Ola bilər ki, ona görə. Ayda məktəb vaxtıdır deyə ona görə probkadır. Cəmaət dərsdən çıxır. Dərs yeri buradır. Biz məktəb deyil amma. Gediş-gəliş ora bir 3 saat çəkəsiydi deyə qərar verdik ki, sahilə gedək. Bir də hava əslində biraz buludlaşmağa başladı. Ona görə qərar verdik ki, gedək sahilə. Dincələk. Keçilər. Paiya Town-a gəldik, yoxsa Panay Town. Digər videoda gedəcəyimiz yerdəki yolun başlanğıcıdır. Road to Hana deyilən bir yol var. Hanaya gedən yol adlanır. Yol ərzində 600-dən çox belə döngə, 50-dən çox körpü var. Sabah biz ora gedəcəyik, bir saat 8-dən 9-dan sonra. Amma bura oranın başlanğıclarından biridir. Yəni gedəndə burada da stop eləyirlər. Biz bura indidən gəldik ki, sabah buradan pas keçək. Belə bir kiçik şəhərcikdir, mağazalardan ibarətdir. Görək nələr var burada. Hawaii kart. Baxaq bura. Belə maraqlı dükanlar. Buranın Maui'nin postkartı olsa, Hawaii-nin yox, amma Maui'ninkini alım. Mən bilirsiniz, hər yerin postkartı var məndə. Nə yüksək? $5. Çayın altına qoyulur. Hal-hazırda gəzməyə davam edirik və o sırada sizə Maui adası haqqında maraqlı şeylər danışım. Maui adası hər il dekabrdan aprelə qədər whale'ların, yəni balinaların bura köç etdiyi adadır və köç edib burada yeni övladlarını dünyaya gətirirlər, yəni ki, doğum eləyirlər və balinalar Alyaskadan o tərəflərdən gəlir, çünki ora daha soyuq olduğu üçün istərsəməz bura gəlirlər. Böyük ehtimal ki, balina turu da eləyəcəyik. Digər videolarda artıq ona baxa bilərsiniz. Hawaii adaları hələ də böyüməyə davam edir. Hələ də bəzi ştatlarında, daha doğrusu adalarında hələ də aktiv vulkanlar var. Hawaii yeganə Amerikanın ştatıdır ki, burada 2 rəsmi dil var. Həm Hawaii-nin öz rəsmi dili, daha doğrusu Hawaii-nin öz dili, həm də ki ingilis dili. Ona görə fikir verə bilərsiniz. Burada küçələrin adı, nə bilim məşhur yerlərin adı hamısı belə qəribə hərflərindən istifadə edirlər. Nə bilim, məsələn Waikiki Beach, Palinela Park, Sunrise Spot. Amerikan digər ştatları vaxtlarını dəyişir. Yəni hər ildə 2 dəfə saatı geriyə və önə çəkirlər. Ancaq Hawaii ştatı vaxtını dəyişmir. Həmişə eyni qalır. Ona görə burada hava saat 6-da falan qaralır. Və elə günəş də 6-dan sonra doğur. Hətta 7-də. Bu gün də 7-də doğmuşdu. Hə, biz bunu almışdıq. Yox, bizdə buydu. Daha balacası idi bizdə. Bu nə qəribədir. Nədir bu belə?
bibercik. Bu arada burada hər şey ortalama bahalıqdadır. Yəni Amerikan digər ştatlarından nisbətən çox az bahadır yəni. Düşünürəm ki, tez xarab olan qidalar məcburi şəkildə bura samolyotla gəlməli olduğu üçün onlar daha bahadır. Çünki öz çörəkləri bəlkə ucuz ola bilər, çünki burada eləyirlər. Ancaq digər çörəklər, yəni məsələn 4-5 dollara var, çünki öz çörəkləridir. Mainland, hansı ki Amerikanın öz ştatlarından gələn çörəklər 8 dollar, 9 dollar, 10 dollar, 12 dollar. Çox mənasız bahadır. Nə qəribə şeylər var, maraqlıdır. Noodle'lar var, haşlanmış yumurtalar var. Burada nə var? Maui'yə aid. Bu arada hər yerdə Mahalo for dog sitting falan yazıb. Mahalo təşəkkürlər deməkdir. Dog sitting də itə bax. Yəni iti götürüb gəzdirirsinizsə, eləyirsinizsə dog sitting sayılır. Burada belə bir kampaniya var ki, burada shelterda olan, yəni sığınacaqda olan heyvanları götürüb, yəni ki iti daha çox gəzdirə bilirsiniz havayı tətiliniz boyunca. Məncə maraqlı bir təşəbbüsdür. Çünki buradakı itlər də sahiblənənə qədər ən azından onlarla vaxt keçirirsiniz. Dondurma məsələn neçədir? 8-9 olur. Belə bir çay aldıq. Passion fruit. Bəlkə yediyimiz meyvə kimi bir şey. Bir də limonata. 1 dollara aldıq bu. Bu da ki 5-6 dollar. Kasıb səyahətimizə 7 dollar xərclədik hələ. Sahil var indi. Sahilə bəlkə baxar görək necə sahildir. Bəlkə çimərik. Bugün səhərki su. Səhər video çəkdin oradan. Hə. Çox qəşəng idi dostlar, yəni. Amma biraz daşlıq idi. Çox xırda-xırda daşlar var idi, qəşəng deyil. Ne var? Alıysın pul alan. Artıq buna əlvida. Saçımız görünə bilər bu arada. Yeni kepka. Hətta bir dənə yox, 2 dənə. Bir dənəsi 17 dollar idi. 2 dənəsi polis keçsin. Bunlar hara tələsir bunu? Maui də bu qədər vacib nə ola bilər? Nəysə, bir dənəsi 17 dollar, 2 dənəsi 30 dollardır. Təbii ki, biz kapitalizmin kölələri olduğu üçün bir dənə yox, 2 dənə aldıq. Biri də belə. Bu Maui yazılıb, burada da adalar görünür. Bu da klasik kepkalardandır. Amma çox da Los Angeles falan yazılır. Bu da Maui olan. Mən bəyəndim. Siz necə? Bu arada maraqlı faktlardan birini demədim. Bu ada elə bir adadır ki, adanın bir tərəfi yağışlı olanda bir tərəfi quraqlıq, yəni yağış yağmaya bilir. Yəni multi-climate, ya da bir neçə iqlimli hava. Buranın dalğası dəhşətdir. Yəni bura girmək mümkün deyil. Mən burada surf da eləyənmərəm ha bu arada. Bunlar hamısı çox professionallardır. Mən burada suya girsəm böyük ehtimal təşkilim çıxar. Ona baxın gör nə qəşəng eləyir. Ümumiyyətlə o tərəflər falan fikir verirəm. O tərəfdə belə çox pis dalğalar var. Əslində orada oturub elə sunsetə baxasıydıq. Sadəcə qabaqda bir dənə də sahil var. Dedik sabahda Road to Hanada oranı da pas keçək deyə düz 15 dəqiqədir bura. Orada gedək. Sonra oranı sabah pas keçək. Orada böyük ehtimal ki turtle'lar olacaq, çısbağalar olacaq. Dostlar, gələndə yolda dalğaları gördüm. Həqiqətən də yəni dalğalara baxanda mən boğuldum da. Yəni dəhşət dalğalar var. Buranın dalğaları vəhşi çox hündürdür həqiqətən də. O sırada burada xoruzlar yenə dalaşır. Nəyə dalaşsa? Gözəl mənzərədir yəni belə. Vay nə qədər xoruz var. Bilmirəm nə edəcəyik. Gedək baxaq o tərəfə görək nələr var. Biraz bu kamerayla çəkim çünki burada istədiyim kimi yaxınlaşdırıb sizə göstərə biləcəm, amma yəni bu dalğalara böyüklüyünə baxın. Burada da xoruz gəzir. Hətta o dalğaların arasında bir nəfər surf eləyir. Yəni dəlidir, onun başında surf eləyir. Yəni heç kim yoxdur burada. Bir nəfər cəmi orada surf eləyir. O da yəni böyük ehtimal qoca kişidir və 70 ildir surf eləyən biridir. Yəni həqiqətən burada həmişə elə olur. Mən də o şou üçün belə. Yazıq dalğa tutana kimi öldü orada. Hara getdi o? Biz bir dəlli elədik, tam suların yanına gəldik. Bu dəqiqə oradan bir dənə dalğa vursa bizi təşhir eləyəcək ki, dalğa da biraz gəlmək istəyir elə. Və o tərəfdəydik, indi oradan aşağı indik, buradan gəldik və burada turtle'lar var, çısbağalar. Nə oldu, nəsə oldu? Bir tərəfdə orada bir dənə çısbağa var. Oha, başa çıxartdı oradan, baxın. Oradan bir yerdən. Siz videonu təzədən belə əvvəl eləyib görə bilərsiniz dəqiq. Nəysə, buradan da
Gör nə qədər var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 17, 18 dənə və orada 2 dənə var. Fikir verin. 2 dənəsi hələ üstü sudur, təzə çıxıblar. Bunlar üstü artıq qum belə olub yəni. Çoxdan da burdadılar. İndi burada da bir dənəsi ya çıxmağa çalışır, ya nəsə eləməyə çalışır. Yəni biz tısbağaların dilini bilmirik. Amma nəsə eləməyə çalışır. Amma bu qədər yaxından üzürsə yəqin ki çıxmağa çalışır. Orada da bir 2 dənə falan başını çıxarırdı. Nəysə biz tısbağalara baxaq biraz. Gəldilər, hava getməyə çalışır. İzlədiyiniz üçün təşəkkürlər. Düzdür, gecə deyil hələ, saat 7-dir, nədir bizə dəqiqə baxım. 7:12-dir. Ancaq videonu sonlandırıram, çünki buradan səhər üçün gün doğumunu izləməyə bir yerə gedəcəyik. 10.000 fit yüksəklikdə yerləşir və ora gediş üçün səhər 2-dən, 3-dən, hətta 1-dən evdən çıxmalısan. Çünki ora yol, məsələn, otel tərəflərdə qalsan 2 saatdır. Yəni həmin gündə oyaq qalsan da, yəni ya da tez yatmalısan. Yəni o gündə boşa gedir. Biz indi o tərəflərə gedəcəyik, ora yaxın yerə. Dağın ən təpəsinə qalxmarıq böyük ehtimal. Düzdür, buradan 1 saat 20 dəqiqədir. Ancaq orada yuxarıda yüksək olacaq da, yəni soyuq olacaq daha doğrusu. Nəysə, videomu burada sonlandırıram. Yeni videoya başlayacağıq səhər. Onu da izləyərsiniz. Ümid edirəm bu videonu bir şey ortaya çıxarda bildim. Hələ də neçə ildir video çəkirəm, amma bəzən video çəkmək yadımdan çıxır. Amma yenə də bəyəndisə də like atsa sevinərəm. Instagramda da maraqlı storylər və postlar paylaşacağam. Oradan da izləyə bilərsiniz. Vallahi hər platforma, ürəyiniz hansı platforma istəyirkən orada 2-3 yazın, mən oradan izləyin. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Sağ olun. Digər videolarda görüşərik. Bye.